Gedirəm həmişə. Hə, başa. Baxımlara gedirsiniz. Neçə yaşınız var? 48. 48. İndi nə xoşunuza gəlmir? Qırışlar, Alnımda qırışlar var. qaş arası alın göz ətrafı qırış standart olaraq sizə də lazımdır. Sizin dodağınızda dolğu nə vaxtsa illər öncə olub? Olub. Hə, olub. Bir, Onda ilk kosmetologiya deyil, iynəli prosedurunuz olub. bir 15 il bəlkə var. Bəli, bəli. Mən 20 il, 25 il əvvəl də çıxardıram. Dodağınızda dolğunuz olub, alt dodaqda qalıb, üst dodaqda içinə yoxdur. Üst dodağa məsləhət görərdim, birazcıq dodaq dolğusu eləsə. Bir də dərinizə egzason məsləhət görərdim. Dərinizin rəngi açılmalıdır və dəriniz cansızdır. Bunu canlandırmaq lazımdır. Hələ ki bunları eləyərdim sizə. Sonra isə baxarım. İkinci, üçüncü prosedurlarda baxarım, nəsə lazım olsa deyərəm. Amma elə bilirəm bunlardan daha gözəl olacaq və bir il yarım gəzə bilərsiniz belə. Dediklərimi bugün eləyin yoxsa? Yox, bugün yox, birinci günə. Bugün həkimdən çıxmışam. Aha. Gidib duş almalıyım. Tamam. Elektroşokdan Tamam. çıxmışam ona görə. Belə deyim, mən öz fərci keçirmişdim. Ona görə də həkimdən indi gəldim. İndi heç bir şey Nə yox. vaxt keçirdiniz? 2 il bundan qabaq. Aha. Aha, Amma yəni üst paraliz keçirsəniz də danışığınızda da qüsurlar İndi heç bir şeyim yoxdur. Bəli, yox, üst paraliz keçirənlərdə qüsurlar olur. Və mimikanızda da mən heç bir qüsur görmədim, şükür Allaha. Ya yüngülü olur, ya da ki həkiminiz çox yaxşı bir həkim olubdur. Yəni bu sizdə bilinmədi. Bir dənə hirslənin, qaldırın, gülün, yox. Hər şey yerində yox, qaydasında. indi hər şey qaydasında. İndi bu dəqiqə həkimdən. Həkimdən də soruşdunuz, botoks edə bilərsiniz. Valla mən fərcdən sonra burun əməliyyatı elətdirdim. Keçərcikdən yoxdur. Yəni heç bir problemim olmadı. Məndə də olmayacaq. Belə deyək xan, mən ayın 12-si son günüm burada yaşamıram mən. Gedirsiniz. Gedirəm. Bir də fevralda gələcəm. Tamam.